Hər birinizi salamlayıram əziz izləyicilərim. Kanalıma və videoma xoş gəlmisiniz. Uzun bir aradan sonra sizlər üçün bir video çəkmək qərarına gəlmişəm. Əslində bu videonu çəkmək fikri çoxdan idi ki, ağlımda dolanırdı. Amma uyğun vaxt, zaman tapa bilmirdim və bir də düşünürdüm ki, hələ bu videonu çəkmək üçün biraz da Qarabağ Universitetini tanımalıyam, ayrı yaşamağın dadını çıxarmalıyam da. Yəni hər tərəfli gedişatı izləməliyəm ki, sizlər üçün də faydalı bir konsept ortaya çıxara bilim. Və düşünürəm ki, artıq biz birinci semestri sonlandırmışıq, yanvar ayının sonundayıq və mən kifayət qədər məlumatlıyam. Ümumiyyətlə Qarabağ Universiteti haqqında, tək yaşamaqla bağlı fikirlərimdə müəyyən qənaətlərə gəlmişəm. Bu səbəbdən də düşündüm ki, sizin üçün elə Bakıdaykən, çünki Bakıda video çəkmək mənim üçün daha rahatdır. Əvvəldən öyrəşmişəm də, yəni Bakıda videolar çəkməyə. Bu səbəbdən də elə dedim, öz otağımda, öz evimizdə rahat-rahat sizlər üçün bir video çəkim, paylaşım. Ümumiyyətlə, bu videomuz 4 hissədən ibarət olacaq. Bilmirəm, gedişatda hissələri düzgün idarə edə biləcəm ya yox. Çünki adətən deyirəm, falan hissədən ibarət olacaq. Gedişatda elə olur ki, aləm dəyər bir-birinə, heç hissə yada düşmür. Amma hələ ki, məqsədim belədir ki, 4 hissədən ibarət şəkildə sizlər üçün Qarabağ Universiteti haqqında danışım. Təkcə Qarabağ Universiteti yox, bəzi ümumi fikirlər də söyləyəcəm. Deməli, birinci hardan başlamaq istəyirəm? Ayrı yaşamaq məsələsindən. Ümumiyyətlə, biz başqa blogerlərə, youtuberlara baxırıq, xüsusilə də xaricdə olanlara, Türkiyədən olanlara baxırıq və onların ayrı yaşadığını görürük, həvəslənirik ki, biz də ayrı yaşayaq, ayrı yaşamaq daha gözəldir. Çünki onların belə biz lüks həyatlarını görürük axı kameraların qarşısında və ona görə də bizim hər birimizin içində belə bir istək olur ki, ayrı yaşayım, ailəmdən kənarda yaşayım, öz ayaqlarım üzərində durum və evimizdə bizə nəsə bir söz deyəndə, hər hansısa bir tələb olunan da bizdən nəsə, biz artıq düşünürük ki, ailəmiz bizi sevmir və ailəmdən ayrı yaşasam çox rahat olaram və heç kim mənə əyri oturma, düz otur deməz. Əslində bu düşüncələrə qapılaraq ayrı yaşamağı çox ideallaşdırmışıq özümüz üçün və düşünürük ki, ayrı yaşasam həyatım belə super olacaq. Amma çox yanılırıq. Çünki mən özüm ayrı yaşamaya başladığım ilk 2-3 gündən etibarən başa düşdüm ki, o deyil. Həqiqətən ayrı yaşamaq kənardan göründüyü qədər toz pəmbə deyil. Problemlər çoxdur. Düzdür, bizim ətrafımızda yeməkxanada olan əməkdaşlar, yataqxanada olan əməkdaşlar var, universitetdə olan əməkdaşlar var. Amma yəni özümüzdən böyüklər olaraq nəzərdə tuturam da, həm yaşıdlarımı demirəm. Baxmayaraq ki, bizim ətrafımızda bizə nəzarət edən, dəstək olan bu qədər insan var, bu qədər böyüklər var. Amma heç kəs sizə ailəniz kimi yanaşa bilməz. Heç kəs ailəniz kimi sizə dəstək ola bilməz. Bu səbəbdən də elə ilk 2-3 gündən etibarən mən başa düşdüm ki, mənim gözləntilərim yüksək idi, amma belə olmayacaq. Ailən üçün insan çox darıxır, necə deyim? Yəni bu məsələ haqqında danışmaq mənim üçün ümumiyyətlə çətindir. Cümlələrimdə görürsünüz də, hardan hara belə toparlayıb çıxara bilmirəm. Çünki həqiqətən ilk 2-3 gündən etibarən artıq problemlər başlamışdı. Düzdür, mən ora gedəndə bilirdim ki, mənim kifayət qədər problemlərim olacaq. Çünki yeni işğaldan azad edilmiş ərazilərdir. Hələ ki orada inkişaf gedir, dirçəliş gedir, müəyyən işlər görülür, quruculuq işləri aparılır və mən ora gedəndə bütün çətinlikləri gözə alıb getmişdim. Amma bəzən insan hələ də bizlər kimi ailəsinin belə üfürə böyütdüyü uşaqlar o cür çətinlikləri tez qavraya bilmir, tez öhdəsindən gələ bilmir. Məsələn, ilk 2 həftə bizdə suyun verilməsində problem yaranmışdı. Mən oturub belə zülüm ağlayırdım ki, bu nədir də, yəni mən niyə bura gəldim, mən bura necə gəldim və s. və ilaxır. Valideyninə də heç nə deyə bilmirsən, çünki bu mənim öz seçimim idi, öz qərarım idi. Yaxşısıyla, pisiyle də mən qəbul eləməliydim. Geri dönüş yox idi və yaxşı da ki, mən tab gətirmişəm. Bugün o günlərimə baxıb deyirəm ki, artıq gözəlliyə doğru gedirik, daha yaxşısına doğru gedirik və o çətinliklər geridə qaldı. Və mən də hər şeyin daha yaxşı olacağına inandığım üçün, yəni əmin idim hər şey yaxşı olacaq. Ona görə də həmin günlərdə özümə belə dedim ki, Fidan, dözməlisən, dözəcəksən və axırda çox yaxşı günlərə gedəcəksən.
Bu səbəbdən də ayrı yaşamağın özünə görə çətinlikləri var. Məsələn, bizim tutaq ki də evimizdə bir problem yaşananda atamız, anamız onu elə həll edir ki, bizim heç xəbərimiz də olmur. Amma orada artıq bütün problemləri özün həll eləməlisən, büdcəni özün bölməlisən. Mən 275 manat təqaüd alıram, amma o təqaüdü necə bölüm, necə xərcləyim bilmirəm. Təbii ki, zaman-zaman bunlar da düzələcək. Bunları da artıq yolunu öyrənəcəm. Amma hal-hazırki vəziyyət üçün maddi sıxıntı da çəkirsən, onun stresi var, ətrafında tanımadığın insanlar var, kimə necə yaxınlaşacağını, kimlə ünsiyyət qurub qurmayacağını bilmirsən. Çünki ailənin yanında olanda ailənlə məsləhətləşə bilirsən, danışa bilirsən, onların nəzarəti üzərində olur. Amma ailədən uzaqda yaşayanda, kilometrlər uzaqda yaşayanda sən artıq qalırsan ortada. Təzə-təzə ümumiyyətlə belə özümü ortada qalmış, tək qalmış, heç kimi olmayan bir insan kimi hesab edirdim ki, mən bunların öhdəsindən necə gələcəm? Təzə-təzə hər gün, hər gecə ağlayırdım. Deyirdim ki, kaş yenə anamın yanında olardım, kaş yenə anam məni danlayardı, amma anamla birlikdə nələrsə eləyərdim. Sonradan öyrəşirsən, amma ilk vaxtlar dəhşət çətindir. Yəni həqiqətən ifadə edə bilməyəcəm qədər çətindir və mənim ən çox belə çətinlik yaşadığım anlar o anlar olurdu ki, ürəyim sıxılırdı, özümü pis hiss eləyirdim. Hansı ki, mən özümü pis hiss eləyəndə atamla nəsə başqa aktivitelər eləyirdik, maraqlı günümüzü keçirirdik. Qarabağın futbol oyunları olanda mən oturub ağlayırdım ki, mən həmişə futbola, Qarabağın oyunlarına atamla bir yerdə baxırdım və indi atam yanımda deyil, baxa bilmirəm. Yəni bunların ən xırda detalları belə siz ailənizdən uzaqda yaşayanda sizə o qədər pis təsir edir ki, mən xaricdə yaşayan insanları çox yaxşı anlamağa başlamışdım artıq. Çünki yəni yenə mən öz qanımızdan, canımızdan, millətimizdən olan eyni dili danışdığımız, eyni köklərə, tarixi dəyərlərə sahib olduğumuz insanların əhatəsindəyəm. Amma xaricdə yaşayan insanlar üçün bu biraz da qəlizləşir. Yəni bu səbəbdən də ayrı yaşamaq heç də yaxşı deyil. Hələ axşamlar göy üzünə baxanda, sıxıldığım vaxtlarda da göy üzünə baxanda fikirləşirəm ki, məndən kilometrlər uzaqda eyni səmaya mənim ailəm də baxır. Yəni nə bilim, bu çox çətindir. Mənim ağladığım videolar var, oturub belə saatlarla ağladığım videolar var. Onları da buralara yerləşdirəcəm. Dönə-dönə sizlərə deyirəm ki, 17 yaşınızda ailənizdən uzaq yaşamaq məcburiyyətində deyilsiniz. Yəni məcbur olmadığınız müddətcə. Təbii ki, elə abituriyentlər var ki, rayonda oxuyurlar, kəndlərdə oxuyurlar və onlar məcburdurlar ki, universitetə daxil olanda ailələrindən uzaq olsunlar. Yəni 17 yaşınızda əlinizdə fürsət varsa, öz şəhərinizdə oxuyun, ailənizin yanında olun. Əgər özünüzdə güc hiss eləmirsinizsə, özünüzü buna hazırlıqlı hiss eləmirsinizsə. Yox, əgər hazırlıqlı hiss eləyirsinizsə, nə gözəl. Məsələn, mən özümü hazırlıqlı hiss eləyirdim, onunla belə nə qədər problemlər yaşadım, nə qədər pis oldum, çətinliklər yaşadım. Amma sonra artıq zaman keçdikcə öyrəşirsən. Belə, yəni ümumilikdə qısa və net olaraq deyirəm ki, ayrı yaşamaq toz pəmbə bir şey deyil. Qərarınızı dəqiq verin. Siz bunun öhdəsinə gələ biləcəksinizsə, bu yola qoyulun. Həmişə deyirəm, ayrı yaşamaq, ailədən uzaq yaşamaq pis olduğunuz anlarda başınızı güvənliklə söykəyəcəyiniz bir çiyinə sahib olmamaq deməkdir. Çünki bu həyatda sizi ailənizdən daha çox istəyəcək və sizin ailənizdən daha çox güvənə biləcəyiniz ikinci bir insan yoxdur. Yəni bunu əminliklə deyirəm. Belə, bu qəmli situasiyadan çıxaq, mən ağlamağa başlamamış və keçək növbəti məsələyə. Ümumiyyətlə, Qarabağ Universitetinə daxil olmaq mənim üçün çox böyük bir xəyal idi, istək idi. Mən 610 balla Qarabağ Universitetini məhz ilk cərgəyə yazmışdım. Çox da istəyirdim ki, daxil olum. Hətta bəzən daxil ola bilməmək şübhələri var idi qəlbimdə. Bu da məni çox pis edirdi. Mən Qarabağ Universitetinə daxil olmağı xəbərini eşidəndə, yəni həddindən artıq sevinmişdim. Göz yaşlarımı saxlaya bilmirdim. Çünki Qarabağ Universitetində hər şeyin daha yaxşı olacağına, prestijinin daha çox olacağına inanırdım. Bundan əlavə şəhidlərimizin, qazilərimizin qanları, canları bahasına azad edilmiş torpaqlarda təhsil almaq çox böyük qürurdur, fəxrdir. Və mən hər zaman vətənim üçün nəsə eləmək istəyən bir şagird olmuşam da deyim, yəni o dövr üçün danışanda. Və hər zaman istəmişəm ki, nə edirəmsə vətənim üçün, millətim üçün eləyim. Mənim həyatda ilk amalım, məqsədim məhz budur.
Və ona görə də fikirləşirdim ki, 17 yaşımdan etibarən bu işi daha da böyüdə bilərəm. Yəni vətən üçün xidmətimi daha da böyüdə bilərəm. Yeni yaradılan bir universitetdə şəhidlərimizin, qazilərimizin azad etdikləri torpaqlarda təhsil ala bilərəm. Orada əlimdən gələni edə bilərəm vətənim üçün, millətim üçün. Və bugünkü gün biz Qarabağ Universiteti tələbələri olaraq əlimizdən gələni edirik. Yeni layihələr ortaya qoyuruq, fikirlər var, ideyalar var. Və universitetə daxil olduqdan sonra Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvü olmaq da artıq mənim üçün bu qapıları daha da açdı, yəni şansları daha da genişlətdi və biz hal-hazırda universitetimizin əməkdaşları, müəllim heyəti ilə birlikdə tələbələr olaraq da bir arada Qarabağımızı dirçəltmək üçün çalışırıq. Əlbəttə ki, bu çətin olduğu qədər də məsuliyyətli olduğu qədər də şərəflidir və hər kəsə qismət olmur. Ona görə də demək istəyirəm ki, Qarabağ Universitetinin tələbəsi olmaq bir ayrıcalıqdır. Bu səbəbdən də mən bunları əvvəldən təxmin edə bildiyimə görə Qarabağ Universitetini seçdim. Seçimimdən heç də peşman deyiləm. Hər kəsi Qarabağ Universitetinə gəlməyi, Qarabağ Universitetinin tələbəsi olmağı tövsiyə edirəm. Yəni həqiqətən məndən çox soruşurlar ki, yəni bizə məsləhət görürsən, gələk ora. Mən də deyirəm ki, yəni sizə mən məsləhət görürəm, amma Qarabağ Universitetinə daxil olmaq heç də asan deyil. Çünki bizim qəbul ballarımız da yəni göz önündədir ki, heç də digər universitetlərdən aşağı olmadı qəbul balları. Və düşünürəm ki, bu ilbəil daha da artacaq. Çünki universitetimizin nailiyyətləri göz önündə olacaq, abituriyentlərin fikirləri, məqsədləri bizim universitetimizə daxil olmaq olacaq. Qarabağ Universitetində təhsil, tədris metodikası çox gözəldir, mükəmməldir. Yəni bizdə klassik seminar mühazirə sistemi deyil. Sual-cavabdır. Müəllimlər bizə əzbərçiliyi yox, daha çox anlamağı təbliğ edirlər. Yəni bizdən əzbər, məsələn, mən hüquqda oxuyuram da, düzdür. Məndən maddəni, konstitusiyada olan maddəni əzbər soruşmur müəllimim. Onun izahatını məndən istəyir, hansı yerdə, hansı məqamda, hansı situasiyada istifadə edəcəyimi mənə öyrədir. Yəni bizdə önəmli olan hal-hazırda hüquqi düşüncənin yaradılması prosesi idi birinci semestrdə. Və bu səbəbdən də düşünürəm ki, bizim universitetimiz həqiqətən daha çox praktikaya yönümlü, anlamağa yönümlü bir universitetdir. Mənim ümumiyyətlə universitetimizlə bağlı, universitetdəki müəllimlərimizlə bağlı heç bir mənfi düşüncəm yoxdur. Bizim universitetimiz düzdür, deyirlər, qüsursuz heç nə yoxdur, amma mənə görə, mənim gördüyüm sferadan bizim universitetimizin heç bir mənfi tərəfi yoxdur. Yəni ideal universitet adına layiqdir. Düzdür, yeni yaradılıb, bəlkə də yeni yaranmış bir universitet haqqında bu qədər əminliklə danışmaq düz olmaz. Amma mənim gördüyüm qədərilə birinci semestr boyunca yaşadıqlarıma söykənərək deyirəm, əldə etdiyim bilikləri arxalanaraq deyirəm ki, bizim universitetimiz əladır. Amma və lakin, buradan demək istəyirəm ki, sizin məqsədiniz tələbəlik həyatınızda daha çox əyləncəyə, nə bilim, başqa nələrəsə vaxt ayırmaqdırsa, Qarabağ Universitetini seçməyin. Mən bunu buradan deyirəm. Çünki Qarabağ Universitetinin tələbəsinin, yəni Xankəndi şəhərində hələ ki belədir, zaman keçdikcə düzələ bilər. Amma mən bugün üçün danışıram. Elə böyük əyləncəsi yoxdur. Yəni sizin əyləncəniz maksimum müəllimlərinizlə futbol oynamaq, hər hansısa bir tədbirdə iştirak etmək, yaxud da bir neçə restorana gedib gəlmək ola bilər. Yəni bizdə əylənmək üçün böyük yerlər, ərazilər falan yoxdur. Bakı ilə müqayisə oluna bilməz bu suardan. Amma sizin məqsədiniz həqiqətən araşdırmaq, təbiət qoynunda təhsil almaq və öyrəndiklərinizi, nə bilim, bizim bir müəllimimiz var, Amin müəllim, ingilis dil müəllimi. Buradan bütün müəllimlərimi salamlayıram, bütün universitet əməkdaşlarımızı, tələbə yoldaşlarımı salamlayıram. Bizim Amin müəllim həmişə deyir ki, yəni insan burada istəyir ki, daimi olaraq research eləsin, nəsə axtarsın, tapsın, elmi məqalələr yazsın, nəsə iş görsün. Çünki təbiət qoynunda insan ilhamlanır. Yəni sizin məqsədiniz həqiqətən öyrənmək və oxumaqdırsa, o zaman Qarabağ Universitetini seçə bilərsiniz. Çünki bizdə dərslər həqiqətən çətindir. Məsələn, imtahan sualları verilmir. Bu, mənə gəlir ki, universitetin ən çətin tərəflərindən biridir. Məsələn, mən ilk həftə bilirdim onsuz da hüquq çətindir və biraz da buradakı çətinliyi gördüm. Hər gün dərsə hazırlıqla getmək məcburiyyətini gördüm. Dedim, ay Allah, mən neyləmişəm? Mən niyə universitetə daxil oldum ümumiyyətlə? Mən niyə hüququ seçdim ümumiyyətlə? Yəni ilk həftə çox ağır olmuşdu. Sonradan insan bu ağırlığa da öyrəşir, amma bir müddət dözməlisiniz, sıxmalısınız dişinizi. Uzun sözün qısası, sizin məqsədiniz həqiqətən elm öyrənmək, mütəxəssis kimi yetişməkdirsə, yəni belə çox ekstra mollar gəzmək, əyləncə mərkəzlərində vaxt keçirmək falan filan deyilsə, daha çox elmə yönəlik bir insansızsa, o zaman Qarabağ Universitetini seçə bilərsiniz, sizin üçün çox yaxşı olacaq.
O ki də qaldı Xankəndi şəhərinə. Xankəndi şəhəri kiçik olan, əhalisinin əksəriyyəti gənc insanlar olan, tarixi kökləri qədim olsa da, yəni tarixi cəhətdən əsrlərə dayanan bir şəhər olsa da, gənc sakinlərinə görə daha çox gənc ab-havası olan və yeni dirçələn bir şəhərdir. Xankəndi şəhərinin də özünə görə hələ də tamamlanmayan tərəfləri var. Müəyyən tikinti işləri gedir. Tez-tez məsələn işığın verilməsində, internet xəttində problemlər yaranır və biz də bunları normal şəkildə qarşılayırıq. Çünki bilirik ki, işlər gedir və bir müddətdən sonra bu düzələcək. Həqiqətən təzə-təzə hətta tez-tez internetdə problem yaranırdı. Biz dərslərimizi belə eləyə bilmirdik də. Yəni çox böyük çətinlik yaşamışdıq. Amma bunlar zaman keçdikcə azalmağa başlayıb. Bir müddət sonra da ümumiyyətlə problemlər həll olunduqdan sonra yoxa çıxacaq. Yəni Xankəndi şəhəri kiçik bir şəhərdir. Yenə də deyirəm, ekstra böyük bir gözləntiləriniz olmasın Xankəndi şəhərindən. Edə biləcəyiniz o qədər böyük aktivitelər yoxdur. Yəni çünki rayon ab-havalı bir yerdə də təbiət qoynudur. Məsələn, işıq sistemində müəyyən problemlər var, ümumiyyətlə yolların işıqlandırılmasında və bunlar da gündəmdə olan mövzulardır, hansılar ki, həll olunacaq. Yollarda, izlərdə təmizlik işləri, abadlaşdırma işləri gedir. Yəni bir sözlə, bu bilmirəm növbəti il qəbul olacaq tələbələr üçün belə olacaq ya yox, o vaxta qədər şərait belə qalacaq ya yox. Amma bugünkü gün orada olan tələbələrin hər biri bunu başa düşürlər ki, bizim işlərimiz var, abadlaşdırma işlərimiz, tikinti, təmir işlərimiz var, yeni azad olunub şəhərimiz və ona görə bunlar bizim üçün problem kimi görsənmir. Amma ümumilikdə Xankəndi şəhərini təsvir etmək istənlərsə, bu fikirləri demək məcburiyyətindəyəm. Mənim kimi minimalist olan insanlar üçün və öz başına, tək başına takılmağı sevən, məsələn, təbiəti sevən, dağlara baxmağı sevən insan üçün, sakitlik sevən insan üçün Xankəndi şəhəri idealdır. Məsələn, mən Bakıya gələndə səs-küy, ab-hava, böyük şəhər, çox insan, bu məni sıxır. Amma kiçik şəhər, az insan, təbiət qoyunu bu məni daha xoşbəxt edir. Yəni bu insan xarakterindən asılıdır. Ona görə mən hər nüansı deyirəm ki, siz qərar verəsiniz ki, Xankəndi şəhəri sizin üçün uyğundurmu ya uyğun deyilmi? Bu da belə. Ümumilikdə Qarabağ Universitetindən danışdıq, Xankəndi şəhərindən danışdıq. Keçdik, gəldik nəyə? Yataqxana. Yataqxanamız haqqında bəzi mənfi fikirlər gəzirdi. Hansı ki, əslində bu mənfi fikirlərin bəziləri reallığı əks etdirəndir, bəziləri isə göpologiyadır, kimlərinsə göpologiyası. Amma bu da başa düşüləndir. Çünki yataqxanamız da yeni tikilən, yəni yeni tikilən deməyim də binalar olub, sadəcə təmir edilən, yeni formalaşan bir yataqxanadır. Və bu səbəbdən də Xankəndi şəhərinin özündə də texniki problemlər olduğuna görə eləcə də bu yataqxanaya təsir etdiyinə görə yataqxanamızda da problemlərin olması normaldır. Amma hər kəs bilir ki, yataqxana rəhbərliyi də, əməkdaşları da bu problemlərin aradan qaldırılması üçün əllərindən gələni edirlər. Yəni bizim kifayət qədər gözəl otaqlarımız, eləcə də nə bilim, hər hansı bir problemimiz olanda qaça-qaça gələcək əməkdaşlarımız var ki, bu özü də insanı bir tərəfdən rahatladır. Mən buradan bizim üçün həqiqətən mükəmməl şərait yaratmağa çalışan, əllərindən gələni əsirgəməyən hər kəsə, kimin əziyyəti, zəhməti varsa hər kəsə təşəkkür edirəm. Yataqxanamızda çamaşırxana fəaliyyət göstərir. Bizə ayda bir dəfə pulsuz talonlar verilir. Bu da 4 kilo eləyir, yəni 4 kiloluq nəsə biz verə bilərik. Təbii ki, rəhlərin 4 kiloluq bilirsiniz necədir? Yəni rəhli rəhsiz qataraq 4 kilo verə bilərsiniz. Yox, əgər sizin rəhlilərlə rəhsizinizi ayırmaq istəyirsə 2 talona ehtiyacınız olacaq. Bir talonu sizə aylıq ödənişsiz verirlər, amma digər talonu rəhli rəhsiz ayırırsa, ikinci talonu özünüz almalı olursunuz. Ya da 2 ay ardıcıl olaraq talonunuzdan istifadə eləməyib, birbaşa 2 talonu da aparıb rəhli rəhsiz ayırdıra bilərsiniz. Yəni belə yuduzdura bilərsiniz. Bilmirəm fikrimi tam izah edə bildim ya yox. Ümid edirəm ki, eləyə bildim. Deməli belə talon sistemi ilə biz çamaşırxanada paltarlarımızı yuduzdururuq. Paltarlar çox tez hazırlanır, yuyulur, verilir və kifayət qədər gigiyenikdir. Yəni sizin paltarınızdan başqasının paltarını qatmırlar. Bu belə. Oğlanlar üçün və qızlar üçün ayrı-ayrıdır çamaşırxanamız. Daha sonra təmizlik məsələsi. Bizim evlərimiz həftədə bir dəfə yataqxananın təmizlikçilər tərəfindən təmizlənir. Kifayət qədər yaxşı təmizləyirlər hər bir yeri də, yəni sizin də silinməyinizə ehtiyac qalmır. Yəni biz yataqxanada heç nə eləmirik. Yataqxanamızda qaz sistemi yoxdur. Ümumiyyətlə bildiyim qədərlə Xankəndi şəhərində qaz xəttləri çəkilməyib hələ ki və qaz sistemi həm də təhlükəsizlik baxımından yoxdur.
Amma əvəzində mikrodalğalı sobalar var, hansı ki evdən sizə yemək göndərsələr, siz onları qızdırıb yeyə bilərsiniz. Yaxud da yeməkxana da var. Yeməkxana haqqında da detallı şəkildə danışacağam. Yəni belə. Və başqa da ki, yəni istilik falan filan hər şey qaydasındadır. İndi arada bir texniki problem olur, istiliyi dayandırırlar və s. Bunu da maksimum dərəcədə tez həll edib problemi aradan qaldırırlar. Yataqxanamızda təhlükəsizliklə bağlı olaraq balkonlarımız bağlıdır, pəncərələrimiz bağlıdır, yəni yarımçıq açılır pəncərələrimiz. Bu təbii ki, bəzən tələbələrin narazılığına səbəb olur, amma daha sonra məlum olur ki, yəni belə olması bizlər üçün də daha təhlükəsizdir və artıq hər kəs bunu qəbul edib. Yeməkxanaya da qalanda yeməkxanamız gündə 3 dəfə hər öğün üçün yeməkləri hazırlayır. Səhər yeməyi 2 manat, günorta yeməyi 4 manat və axşam yeməyi də 4 manatdır. Yeməklərin tərkibində, yəni günorta və axşam yeməklərinin tərkibində həm sulu yeməklər olur, həm salat olur, həm də ki əsas ana yemək olur. İçkilər buna daxil deyil. İçkini almaq üçün əlavə ödəniş ödəməlisiniz. Yaxud da siz aylıq paketlər götürə bilərsiniz. Yəni səhər, günorta, axşam yeməyi birlikdə 210 manat, yalnız səhər və axşam paketi səhv eləmirəmsə 170 manat, günorta, axşam paketi isə 180 manat olmaqla qiymətlər dəyişir və içkilər bunlara daxil deyil. Yeməkxananın yeməkləri kifayət qədər dadlı olur və yeməkxananın yeməkləri diyetolog nəzarəti altında hazırlanır. Hər bir şey nəzərə alınır. Bütün hər şey o sarıdan qaydasındadır. Və yeməklə də məncə yəni doymaq olur, pis deyil. Amma bir məsələ var. Yeməkxananın ən bəyənmədiyim tərəfi budur ki, pişiklər yeməkxananın hər yerində var. Düzdür, təbii ki, mətbəxdə yoxdurlar deyə düşünürəm. Amma biz məsələn, mənim kimi pişiyə qarşı həssaslığı olan insan üçün heç xoş bir hava deyil. Çünki pişik həm stolların üstündə gəzir, həm divanların üstündə gəzir. Buna məncə nəsə bir əlac eləmək olar, amma hər halda tələbələrin narazılığına səbəb olmayıb. Elə tələbələr onları daha çox öyrəşdirir. Hansı ki, tələbənin ki, pişikdən xoşu gəlir, götürür qucağında gətirir, özünlə bərabər otuzdurur, o pişik də öyrəşir ora təbii ki. Amma digər tələbələr məncə düşünülməlidir. Mənim kimi pişiyə qarşı həssaslığı olan tələbələr. Bu sarıda mən yeməkxanadan sözün açığı çox istifadə edə bilmirəm. Yəni yeməkxananın ən mənfi tərəfi budur. Belə, yeməkxana haqqında da kifayət qədər məlumat verdiyimi düşünürəm. Və ümumiləşdirib demək istəyirəm ki, Qarabağ Universitetini seçəcək gücü, bəzən ailənizdən uzaq yaşaya biləcəyiniz çətinliklərə tab gətirəcək gücü özünüzdə görə bilirsinizsə, heç də, necə deyim, qərarsız qalmayın, universitetimizi seçə bilərsiniz. Çünki müəllimlərimiz, əməkdaşlarımız, kollektiv çox yaxşıdır, çox anlayışlıdır, tələbə yönümlü universitetdir bizim universitet və biz daha da çox işlər görərək universitet həyatını tələbələrimiz üçün maraqlı etməyə çalışırıq. O ki də qaldı bizim bəzi kiçik əyləncələrimizi böyüdən, abardan, qınaq obyektinə çevirən insanlara, hansı ki onları özümə tutub demək istəyirəm ki, tələbəlik həyatı təkcə dərs oxumaqdan ibarət deyil, tələbənin də müəyyən qədər əyləncəsi olmalıdır, nəinki tələbənin, bütün insanların və bizim bu kiçik əyləncələrimizi bu qədər belə böyütməyinizə gərək də yoxdur. Çünki Bakıdakı tələbələr də kifayət qədər əyləncəsinə vaxt ayırırlar. Onlar çıxıb mollarda, gecə klublarında, diskotekalarda əylənirlərsə, bizim də tək əyləncəmiz yataqxana əməkdaşlarının, müəllimlərimizin nəzarəti altında keçirilən partilərimizdir, futbol oyunlarımızdır və s. Bunların hamısına da kifayət qədər nəzarət olunur. Orada heç bir artıq əskeri hərəkətdən söhbət gedə bilməz. Və siz yəni bizdən heç də narahat olmayın. Bizdə hər şey qaydasındadır, təhsilimiz də qaydasındadır, əyləncəmiz də qaydasındadır və biz halımızdan məmnunuq. Hər halda hər bir insanın əyləncə hüququ olduğu kimi bizim də əyləncə hüququmuz var və bizim doğru şəkildə təşkil etdiyimiz əyləncələrimiz haqqında mənfi rəy bildirməyinizi heç də doğru hesab etmirəm. Bu sadəcə könül bulandıran bir hadisədir. Mən başa düşürəm, biz sizin üçün maraqlıyıq və bugünkü gün üçün Qarabağ Universiteti ilə bağlı mediada paylaşılan videolar ən çox aktual olan videolardır və siz də Qarabağ Universitetinin adından istifadə edərək özünüzə müəyyən qədər izləmə yığmağa çalışırsınız. Bu başa düşüləndir, amma səhvdir və bu cür yalan məlumatlar yaymaq sizin birincisi peşənizə olan hörmətsizliyiniz, özünüzə olan hörmətsizliyinizdir. İkincisi də ki, qanun qarşısında cavab vermək məsələsi var. Düşünürəm ki, heç kim istəməz ki, belə bir problemdən üzrə qalsın. Yəni, ümumilikdə demək istəyirəm ki, Qarabağ Universiteti tələbələri kifayət qədər ağıllı, düşünə bilən, mərd, igid tələbələrdir, vətənini sevən şəxslərdir. Çünki ən azından ailəsindən uzaq yaşamağı, Qarabağ torpağında təhsil almağı
seçən tələbələrdir. Yəni mənə elə gəlir ki, bizim hər birimizin daxilində vətənə sevgi kifayət qədər yüksək dərəcədədir. Bu cür kiçik nüanslarla da bunları gündəmə gətirərək də könül bulandırıcı hərəkətlər eləmək heç də xoş deyil. Nəsə, uzun sözün qısası, mən bu günləri sizlərə Qarabağ Universiteti haqqında, Qarabağ Universitetinin yataqxanası, yeməkxanası haqqında məlumat verməyə çalışdım. Və bir də bir nüansda qeyd edim ki, bizim universitetimizdə klublar da yaradılıb, hansı ki kitabxanamız da var və kitabxananın da özünün klubu var ki, bunlar da tələbələrin boş zamanlarını müsbət şəkildə dəyərləndirmələri üçün önəmli nüanslardır. Bunlar haqqında da ayrıca bəlkə bir videoda istəyinizə uyğun olaraq danışa bilərəm. Bu videoda da ümumiləşmiş olaraq fikirlərimi ifadə etməyə çalışdım. Ümid edirəm ki, video sizin Qarabağ Universitetindən bağlı olan suallarınıza, o kilitli hissələr ki var ki, açılmayan nüanslar ki var, onların açılmasında sizlərə dəstək oldu. Əlavə suallarınız olduğu müddətcə şərhlər qismində bildirə bilərsiniz. Onlar haqqında da başqa bir videoda danışarıq. Diqqətinizə görə təşəkkür edirəm. Videomu bəyənməyi, kanalıma abunə olmağı və fikirlərinizi şərhlərdə mənimlə bölüşməyi unutmayın. Sizi çox sevirəm, dəyərlisiniz.